Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Hər birinizi salamlayıram. Ümid edirəm hər biriniz yaxşısınız. Dostlar, Mərdəkandan belə bir evi sizə təqdim edəcəm. İnşallah baxarsınız, bəyənərsiniz və fikir bildirərsiniz. Deməli, əsas yoldan 600 metr məsafədə dostlar, 4 sot yarım torpaq sahəsində yeni inşa olunmuş super təmirli bir bağ evidir. İnşallah baxarsınız, bəyənərsiniz və fikir bildirərsiniz. Qiyməti dostlar 370 min manatdır. Real müştəriyə endirim olacaq. Bizim səhifədən gələnlər isə xüsusi bir endirim var. Yolu qapıya kimi asfaltlı, su, qaz, işıq daimidir. Sənədləri qaydasındadır. İpotekaya yararlı bir bağ evidir. Gəlin indi isə qısa olaraq bağla tanış olaq. Bağ evinin girişi jalüz darvaza. Yanında əl qapısı. Təbii ki, pultlandı dostlar. Deməli, sonra dostlar, girişdən evin görünüşü belə görsənir. Evin görünüşü belə görsənir. Evin fasadı qabansik daşlarla bəzədilib. Tikinti zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. İnşallah gələndə də görərsiniz. Sözümüzdə yalan yoxdur. Girişdən sol tərəfdə böyük filtrli hovuz və hovuzun üzərində böyük yayqış mətbəxi, daxilində mətbəx mebeli yığılıb, stolu qoyulub. Zaten də buradan görsənir. Sin çəkməyə ehtiyac yoxdur. Onun da yanında manqalı mövcuddur. Hovuz böyük filtrlidir təbii ki. Girişdən sağ tərəfdə böyük dekorativ ağaclar və yaşıllıq zolaqları var. Daha doğrusu zolağı var dostlar. Evin sol tərəfində belə bir maraqlı dekor yığılıb. Evin sağından solundan hava işləmək üçün yer var. Həyətin sanitar qovşağı evin arxasındadır. Qısa olaraq evlə də tanış edeyim sizi, çox vaxtınızı almayayım. İnşallah ki, baxarsınız, bəyənərsiniz. Dostlar, nəsə sualınız olsa, sənin vaxtı 050 755 95 97 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Mən sizə daha ətraflı məlumat verərəm. Evə daxil olduq. Hol hissəsidir. Ümumi olaraq istif oldu. Hol, mətbəx, qonaq otağı, kermogranit. Qalan otaqları bahalı laminatdır. Bura hol hissəsidir dostlar. Girişdən sağ tərəfdə qonaq otağı yerləşir. Qonaq otağı da yetərincə genişdir, hündür tavanlıdır. Rəng seçimləri əladır. Böyük vitraj pəncərələrdir, həyət açılır. Bu da o deməkdir ki, ev işıqlı bir evdir. Bütün yəni otaqlarda böyük vitraj pəncərədir. Burası mətbəxdir. Girişdən sol tərəfdə yerləşir. Mətbəx mebeli yığılıb, enisi ilə. Mətbəxdə də böyük vitraj pəncərədir və mətbəxdən terasa çıxış var. Gəlin, əsas hamam otağı ilə tanış olaq dostlar. Bura evin əsas hamam otağıdır. Sanitar qovşağı ilə bir yerdə. Burası da çox genişdir. Ümumilikdə 3 yataq otağı var dostlar. Bura birinci yataq otağıdır. Yataq otağı da yetərincə genişdir. Bura ikinci böyük olan yataq otağıdır dostlar. Bu yataq otağın daxilində özünün sanitar qovşağı var və qardirob yeri də var. Bura yataq otağına aid olan hamam otağı və sanitar qovşaqdır. Və burada üçüncü yataq otağıdır dostlar. Enisi ilə bu yataq otağı da böyük yataq otağı sayılır. Bunda daxilində özünün qardirob yeri və sanitar qovşağı hamam otağı ilə bir yerdə var. Burada yataq otağına aid olan hamam otağı və sanitar qovşaq. Deməli dostlar, 180 kvadratdır, 4 otaqlı, 3 hamam otağı var evin içində. 4 sot yarımda inşa olunub, qiyməti 370 min manat. Diqqətiniz üçün təşəkkür edirəm, bizi izləməkdə qalın.